Bürclərin 3 noyabr üçün numeroloji proqnozu. 3 plus 0, 0 14, 1 4, 15. Bugünün numeroloji enerjisi 5'dir. Dəyişiklik, azadlıq, yeni başlanğıclar və emosional canlanma günü deməkdir. Gəlin baxaq, bu enerji hər bürcə necə təsir edir? Qoç. Bugün qərarlarında sərbəst ol, lakin tələsmə. 5 rəqəmi səndə ani reaksiyaları gücləndirə bilər. Məsləhət. Bir işdə risk etməzdən əvvəl 2 dəfə düşün. Buğa rəqəm 5 sənə rahatlıq zonasından çıxma mesajı verir. Dəyişiklik qorxutmasın. Məsləhət, yeni fikir və insanlara açıq ol. Əkizlər enerjin çoxdur, danışıq və ünsiyyət sahəsində parlayacaqsan. Məsləhət, sözlərinin gücündən düzgün istifadə et. Xərçəng. Bugün emosiyaların səni idarə edə bilər. Dərin nəfəs al, sakit düşün. Məsləhət, köhnə məsələləri bağlamağın vaxtıdır. Şir numeroloji 5 sənə diqqət və cazibə enerjisi verir. Məsləhət, öz istedadını göstərməkdən çəkinmə. Qız bugün hər şey plan üzrə getməyə bilər. 5 enerjisi spontan hadisələr gətirə bilər. Məsləhət, dəyişikliklərə uyğunlaş, axına qarşı çıxma. Tərəzi rəqəm 5 sənə münasibətlərdə səmimiyyət və azadlıq ehtiyacı gətirir. Məsləhət, ürəyində olanı açıq söylə. Əqrəb, gizli planların varsa, bugün onları həyata keçirmək üçün güclü enerjin var. Məsləhət, duyğularını idarə et, yoxsa enerji itirəcəksən. Oxatan. Səyahət, öyrənmək və yenilik üçün ideal gündür. 5 enerjisi səni genişləndirir. Məsləhət, yeni biliklərə açıq ol. Oğlaq planlı addım at. Çünki 5 enerjisi səni biraz çaşdıra bilər. Məsləhət, sakitlik və sabitlik sənin gücündür. Dolça, bu gün içində yaradıcılıq partlayışı ola bilər. Fikirlərini qeyd et. Məsləhət, qeyri-adi fikirlərdən çəkinmə. Balıq numeroloji 5 sənə romantik və ruhi canlanma gətirir. Məsləhət, ruhunu sakitləşdirəcək bir fəaliyyət seç. İstəyirsən